Və İranda baş verən hadisələrdə gəlinən son nöqtənin təhlilini sizdən istəyəcəm Fazil bəy. Öncə sizdən nəyə görə Pezeşkiyanın dünən hökumət tərəfindən demək təşkil olunmuş mitinqdə ön sıralarda olması, Xameneyinin Amerikaya meydan oxuması, Amerikanın hər an hücum edə bilərik kimi açıqlamaları Trump səviyyəsində və indiki vəziyyət və 600-dən çox son rəqəmlər onu göstərir. İnsan ölümü ilə müşayiət olunan bir demək mitinq dalğasından gedir söhbət. Nə gözlənilir və belə deyək, sürpriz bir demək həmlə və yaxud da sürpriz bir dönüş ola bilərmi mitinqlərin gedişində? Əvvəla İranda bu hadisələr zamanı qətlə yetirilən insanların ailələrinə mən başsağlığı verirəm. Çox üzücü bir haldır. Çünki qonşu ölkədə istər bizim soydaşlarımız olsun, istər başqa millətlərin təmsilçiləri olsun, insan ölümü var və bu insan ölümü də hamımızı üzür. İkinci məsələ bizi bir daha vacib bir diskussiya yönəltdi. Azərbaycanın gələcəkdə İranla bağlı strategiyası nə olmalıdır? Və bunun üçün də müzakirələrin açılması olduqca faydalıdır. Yəni kiminsə fikri qəbul olunmaz, amma biz bir də artıq 90-cı illərin bizim üçün müəyyən olunmuş müəyyən postulatlarından, ehkamlarından artıq qurtulma imkanı da əldə eləmiş oluruq. Birinci növbədə siz indi izahat verdiniz ki, Məmməd Əmin Rəfsuzadədən başlayan biri. Bu yanlış bir ifadədir. Çünki Məmməd Əmin Rəfsuzadənin Azərbaycan birləşməsi ilə bağlı hər hansı bir şəkildə siyasi tezisi olmuyor. Hətta Məmməd Əmin Rəfsuzadəsi olarmı? Bax, bildim, yəni bu ifadənin ona görə mən istəyirəm doğru. Bu olub da Əbülfəz Elçibəyin. Və bu da Sovet dövründə, mən onu yazılı mətndə də xüsusi olaraq əsaslandırıb vermişəm. Mən təkcə mənim fikrim deyil. Siz indi bunu araşdırsaq, bu sahənin mütəxəssislərini, Cəmil Həsənlinin, Vidadi Mustafayevin, Nəsib Nəsibzadənin və başqalarının əsərlərini araşdırsanız, bunun həqiqət olduğunu görərsiniz. Yəni faktdan söhbət gedirsə, fakt odur ki, hətta 38-ci ildə Sovet İttifaqı İranla müəyyən bir hadisələr olmuşdu. Bir erməni demək orada agent Fransaya gedib müəyyən İranda olan Sovet demək agenturasını açıqlamışdı. 500-ə yaxın adamı ona görə edam eləmişdilər. Ondan sonra münasibətlər pozulmuşdu və sərhəd qoyulması qərarı alınanda SSR burada olan İranlıları ora göndərərkən 50 minə yaxın NKVD çekistini də onların gözünə qatıb İranlı kimi İrana sürgün eləmişdi. Onun içində təbii ki, İranlı da vardı. Və orada da onlar zəmin hazırlamalıydılar SSR-nin işğalına. Və bunu da gerçəkləşdirə bildilər. Buna da əsas bəhanəni İran Xarici İşlər Nazirliyi xəritə buraxdı. Xəritədə Türkiyə xaric digər ölkələrin sərhədlərini tanımadığını bildirdi və SSR də bunu əsas götürərək xüsusi bir Stalin əmri ilə rapor hazırlandı və orada Cənubi Azərbaycan məsələsi prioritet məsələ olaraq gələcəkdə Sovet İttifaqının orada istifadə edəcəyi kurs olaraq qəbul olundu. Və qəbul olunandan sonra da 45-ci ildə məlum hadisələr, Azərbaycan muxtariyyəti və başqa məsələlər, sonra da Trumenin təhdidi ilə geri çəkildilər. Bunlar hamısı real bir faktlardır və həmən hadisə 77-ci ildə təkrar gündəmə gəldi. Yenə də SSR-nin İrana işğalı nəzərdə tutulurdu, çünki İranda qarşılıq vardı, bilinmirdi hansı rejim qurulacaq. Və onda Azərbaycan Kommunist Partiyası xətti ilə Güney Azərbaycan mövzusunu gündəmə gətirirlər. Bu əslində bizim üçün Azərbaycan Milli Azadlıq Hərəkatı üçün faydalı oldu. Nədən faydalı oldu? Çünki Sovet rejiminə gücümüz çatmır, onun dağılacağı perspektivini görmürük. Güney Azərbaycan məsələsi üzərindən cəmiyyətin təşkilatlanmasını həyata keçirir. Bu olduqca faydalı oldu. Şeirlər, ədəbiyyat, araz həsrəti və başqa məsələlər insanlarda milli duyğuları gücləndirdi. Və o kontekstdə də bizim milli hərəkatın bütün üzvləri bu ideyanı özününküləşdirib və gələcəkdə bunun real bir məzmun xarakter kəsb ediləni özlərini inandırdılar. Lakin bu bir müddət müstəqillik qazanandan sonra artıq bu ideya bir də baxılmalıydı. Çünki bunu biz istəyirik ya İranda yaşayan Azərbaycanlılar. İranda yaşayan Azərbaycanlıları ümumiləşdirmək olmaz. Orada müəyyən bir cəmiyyətin burja təbəqəsinə sahib olan və hakimiyyətdə önəmli yer tutan və hakimiyyətə əslində sahib olan bir Azərbaycanlı gücü var. Bir də müəyyən demək Heydər Babaya salamdan, Bəxtiyar Vahabzadənin Gülüstanından biraz duyğulanaraq arzu qoyan ki, Azərbaycan birləşsə yaxşıdır. Bu bütün xalqlarda belə arzular var. Yəni bu da normaldır. Yəni bu ədəbiyyatda, şeirdə bunun yaşaması da vacibdir. Amma bu siyasətə bunu köçürmək
artıq müstəqil bir dövlət quran Azərbaycan üçün nə dərəcədə faydalıdır? Biz bunun artıq müzakirəsini ciddi şəkildə aparmalıyıq. Mən hesab edirəm ki, indiki vəziyyətdə, hətta bəlkə yaxın 30 ildə bu bizim üçün faydalı deyil.